Yeremiya 48-ci fəsil. Muav barədə vəhy. Muav barədə İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Vay Nevonun halına! Çünki viranəliyə çevriləcək, Qiryətayim dağılacaq, ələ keçiriləcək, qalası dağılacaq, darmadağın olacaq. Artıq Muavın şöhrəti qalmayıb, Heşbonda onun məhvi üçün niyyət qururlar. Gəlin onu yox eləyək ki, daha bir də belə millət olmasın. Ey Madmen, sən də susturulacaqsan, qılınc səni qovacaq. Xaranayimdən fəryad səsi gələcək. Şəhər dağıldı və böyük qırğın oldu, Muav dağıdıldı, övladlarının fəryadı ucaldı. Ağlıya-ağlıya Luxit yoxuşundan çıxırlar. Çünki Xoranayim enişində qırğına görə acı fəryadlar eşidilir. Qaçın, canınızı qutarın. Çöldəki yulğun ağacı kimi az-az görünün. Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə sürgün ediləcək. Rəbbin söylədiyi kimi məhv eləyən hər şəhərin üstünə gələcək. Heç bir şəhər qurtulmayacaq. Vadi yerlə yeksan olacaq, yayla viran ediləcək. Muav torpağına duz tökün ki, bərəkətsiz olsun. Şəhərləri elə viran olacaq ki, orada kimsə yaşamayacaq. Rəbbin işini yarımçıq görənə lənət olsun. Qılıncını qan tökməkdən saxlayana lənət olsun. Muav cavanlığından bəri qayğısız idi. Tortası dibdə qalan şəraba oxşayırdı. Qabdan qaba boşaldılmadı, sürgünə getmədi, buna görə də dadını dəyişmədi, ətrini itirmədi. Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir, Rəbb belə bəyan eləyir. Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça eləyəcəklər. İsrail xalqı güvəndiyi Beteldən necə utandısa, Muav da Allahı Kemoşdan elə utanacaq. Ne üçün biz igidik, döyüşə qabil əskərlərik deyirsiniz? Muav məhv olacaq, onun şəhərlərinə hücum eləyəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək. Adı ordular Rəbbi olan padşah bunu bəyan eləyir. Muavın fəlakəti gəlmək üzrədir. Onun bəlası sürətlə yaxınlaşır. Ey onun ətrafında olanlar, onun adını bilənlər, onun üçün yas tutub deyin, qüdrətli əsa, əzəmətli dəyənək necə də qırıldı. Ey qıza bənzəyən Divonun sakini, cəhcəlalından düş, susuz yerdə otu. Çünki Muavı məhv eləyən sənin də üstünə gələcək, qalalarını dağıdacaq. Ey Aroer sakini, yol kənarında durub gözlə. Qaçan kişidən, qurtulan qadından nə olub deyə soruş. Muav alçaldıldı, çünki dağıldı, fəryad elə, bağır. Muavın məhv olduğunu Arnon vadisində bildir. Yayladakı şəhərlər Xolon, Yaxsa, Mefaat, Divon, Nevo, Bet-Divlatayim, Qiryatayim, Bet-Qamul, Bet-Meon, Giryot, Bosra, uzaq və yaxın bütün Muav şəhərləri məhkum oldu. Muavın boynuzu kəsildi, qolu qırıldı, Rəbb belə bəyan eləyir. Muavı sərxoş eləyin, çünki Rəbbin qarşısında qürurlandı. Muav öz qusduğuna bələnəcək, maskaraya çevriləcək. Bəs İsrail sənə maskara olmadı mı? Məyər o oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yerləyirsən? Ey Muav sakinləri, şəhərlərinizi tərk eləyib qayalara sığının. Yuvasını uçurumun ağzında quran göyərçin kimi olun. Muavın qüruru, onun hədsiz məğrurluğu, təkəbbürü, təşəxxüsü, lovğalığı, özünü yüksək tutması barədə biz eşitmişdik. Azğınlığını bilirəm. Rəbb belə bəyan eləyir. Öyünməsi də boş şeydir, elədikləri də. Buna görə də Muav üçün nalə çəkəcəyəm, bütün Muav üçün fəryad eləyəcəyəm, Qirxerez xalqı üçün yas tutacağım. Ey Sivma tənəyi, sənin üçün Yazer xalqından çox ağlayacağım. Budaqların dənizi aşdı, Yazer dənizinə uzandı. Məhv eləyən sənin yay meyvələrinin, yetişmiş üzümünün üstünə atıldı. Muavın meyvə bağlarından, tarlalarından sevinc və fərəh götürüldü.
Üzüm çıxanlardan axan şərabı kəsdim. Heç kəs sevinç nidası ilə üzüm əzmir. Gələn səda sevinç nidası deyil. Heşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan, Xoranayimə, Eqlat, Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. Muavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv eləyəcəyəm, Rəbb belə bəyan eləyir. Buna görə də Muav üçün ürəyim ney kimi inləyir. Qirxeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə elədiyi mal-dövlət yox oldu. Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. Muav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Muavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım, Rəbb belə bəyan eləyir. Muav necə viran oldu, necə də fəryad eləyirlər. Muav xəcalətdən arxaya dönür, bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu. Rəbb belə deyir, bax, düşmən qartal kimi uçub Muav üzərində qanadlarını gərəcək. Geriyot ələ keçiriləcək, qalalar alınacaq. O gün Muav döyüşçülərinin ürəyi doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. Muav viran olacaq, xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı. Ey Muav sakinləri, qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq, Rəbb belə bəyan eləyir. Dəhşətdən qaçan dərin çuxura düşəcək, dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Çünki Muavın üzərinə cəza ilini gətirəcəyəm, Rəbb belə bəyan eləyir. Heşbonun kölgəsində qaçqınlar taqətsiz durmuşlar. Çünki Heşbondan od, Sixonun ortasından alov çıxdı. Muavın alnını, hər yana səs salanların başlarını yandırıb yaxdı. Vay halına, ey Muav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, qızların əsir alındı. Ancaq gələcəkdə Muavdan sürgün olunanları geri qaytaracağam. Rəbb belə bəyan eləyir. Muav barədəki hökm burada sona çatır.